Hamıya salam olsun. Bir nüansa toxunmaq istəyirəm. Bir insanı tanımadan, bilmədən necə sevmək olar? Bir də görsəm mənim özümün videoların altında, yaxud Facebookda, digər yerlərdə heç tanımadan, etmədən salam, gözəl, necəsiz? Nə bilim, mən səni sevirəm. O qədər elə mesajlar gəlir ki, yəni bir insana ilginiz, marağınız yarana bilər. O sevgi, əlbəttə qarşılıqlı olmalıdır. Qarşılıqlı olmayan sevgi o xəstə bağımlılıqdır. Yəni bir insanı sevirsiniz, deyirsiniz, qarşılıq görmədən. O nevrotik bağımlılıqdır. Yəni narkotik kimi bir şeydir. Yəni kiməsə bağımlılıq ehtiyacı hiss edirsiniz. Yəni insan ehtiyacdan sevməməlidir. Sevdiyi üçün insana ehtiyac hiss eləməlidir. Bunu Erich Fromm da deyibdir. Yəni bir var, sən ehtiyacın var kimisə sevməyə, axtarıram, sevirəm. Bir də sevirəm kimisə birdən. Yəni ki, və onunla ilgilənirəm, öyrənirəm və onu sevməyə başlayıram. Qarşılıqlıdırsa, orada durmaq olar. Deyilsə, demək ki, bu hələ sevgi deyildi, sadəcə ilgi idi. Sevgi hər iki tərəf qarşılıqlı olanda və sonra hələ sürtüşmələrdən keçəndən sonra ilgi sevgiyə çevrilir və mənə çox maraqlıdır. Yəni mənim videoların altında, ondan sonra Facebookda olsun. Yəni sən tanımadan, bilmədən bir insana necə səni sevirəm deyə bilərsən. Bu onu göstərir ki, sən xəstəsən. Sən sadəcə o insandan xoşun gəlir. O xoşu gəlmə hər bir əşyadan xoşu gələ bilər insanın və onu ala bilmirsə o əşyaya nifrət bəsləməli yaxud digər şeylər eləməli deyil. Necə ki, həyatda bir nəyisə əldə etmək istəyəndə, ev tikmək istəyirsiniz, yaxud nəsə bir şey almaq istəyirsiniz, xoşladığınız hətta maşın almaq istəyirsiniz, yaxud karyera, yaxud nəsə, ona nə sərf edirsiniz? Əmək, enerji. Sevgi də belə bir çiçəkdir də. Ona da ilgin yaranıbsa, bilgin olmalıdır insan haqqında. Yəni insanlara sırf öz ehtiyaclarınız üçün yox, mən insana həmişə onu tanımaq, bilmək üçün yaxınlaşıram. Ki bu insan bəzən görsən nələrsə də yazanda dərdi nədir? Sonra görürəm ki, insanların dərdi sadəcə vaxt keçirməkdir. Bir də kimsə sizə nəsə deyəndə o insanın bir həyatına baxın. Yəni öz həyatını qaydaya salmamış, özünün nə olduğunu, kim olduğunu bilmədən kiməsə yaxınlaşmaq, bax belə, yəni bu cür sevgi mesajları, ölürəm sizdən ötürü, sizi sevirəm. Adamlar, insanlar özdə illər keçdikcə daha da xəstələnir. Hamısı da bu belə sistemlərdədir ki, yəni insanı özü olmağa qoymur. İnsan özünə yaşamağa qoymur. Və üstəgəl hər şey cəhənnəm, başqalarına da qoymur yaşamağa bir çoxları. Bax, bu cür toksik cəmiyyətdə də insanlar bax, bu cür özü olmamaqdan, gerçək olmamaqdan, yaşamamaqdan əziyyət çəkir. Təsəvvürün ki, öz evində də o insan gerçəkçi ola bilmir. Yəni, evində də öz övladı, öz yaxını ilə hər şey deyə bilməyən bir insan yoxsa ətrafında, deməli ki, problem o insanlarda deyil, səndədir. Və girib məcbur oluram, bloklayıram. Bəzən də cavab vermirəm, o adam da anlayır, gedir. Yaxud da elə düşünürlər ki, yəni mən bu virtualı ona görə gəlmişəm ki, kimsə mırt vurmağa, tanış olmaq, kimisə axtarıram. Yox, mən sadəcə öz düşüncələrimi deyirəm, o düşüncələrə uyğun insanları axtarıram, həm fikir. Ki, belə bir insanlar varmı bu ölkədə? Var, tək tük. Elə insanlar da var, məsələn, görürsən ki, pis deyirlər. Amma elə bil ki, insanlara yaxınlaşırlar, qadın oldu, kişi oldu. Elə bil ki, enerjini onlardan almağa, özləri heç nə yaratmırlar. Harasa gəzintiyə gedirlər, sırf çəkib qoymaq üçün. Kimlənsə danışırlar, sırf göstərmək üçün ki, mən filan insanlanam. Gənclərdir. Yəni, öz reallığını yaratmamaq deyirlər buna. Yəni, öz reallığı yoxdur. Başqalarının həyatına daxil olmaqla, orada yer tutmaqla özünü elə bir təmin edir. Məsələn, bir yerə mən
10 dəfə, 3-4 dəfə gəzməyə gedəndən sonra ora xoşum gəlsə kiməsə tövsiyə eləmək üçün çəkib qoyuram. Yoxsa insan var gedir harasa gəzməyə, oradan o 20-30 şəkil qoyacaq, sonra başqa yerə gedəcək. O yerdən həzz almayacaq. Mən əvvəl o yerdən həzz alıram, ikinci dəfə həzz alıram, üçüncü dəfə tanış edirəm ki, belə gözəl yerlər var Zaqatalada. Bəzən görsən yazılar ki, Zaqatalaya gəlirik, heç nə tapa bilmirik. Belə əzizlərim, yaxud da ki, kimlənsə dostu ilə, zadla gedirlər, otururlar, yaxud sevdiyi ilə, baxırsan ki, fikri zikri onda yox, telefonda olur. Əgər iki insan oturub, hardasa bir yerdə, hərəsi öz telefonundadırsa və bunlar deyirlərsə biz bir-birimizi sevirik, bu yalan bir söhbətdir. Bir insan sizlə oturub, təcili kiminsə zəngi gələ bilər, amma bir insan sizlə oturub, mən yəni fərqi yoxdur, dostum olsun, tanışım olsun, övladım olsun, sevdiyim insan olsun, ya mən o insanla hətta o sakitliyi, o səssizliyi, yəni dı danışmıram gedən arasında. Mən də o gözəlliyi, o sakitliyi, oranın nəfəsimə, özümə çəkmək istəyirəm. Və elə yerlərdə söz soxan, sən nəsə eləyəndə, niyə elə eləyirsən, niyə belə eləyirsən, belə insanları sevmirəm. Məsələn, bir insanla gedib siz söhbət eləməyə, gözəl vaxt keçirməyə, onu çəkib qoymaq, onu hər kəsə demək lazım deyil. O insandan həzz almaq lazımdır. O insandan söhbətdən həzz almaq lazımdır. Və o dostluq, o ilişki, o ilgi, sevgiyə də çevrilə bilər, çevrilməyə də bilər. Mütləq mənada, dediyim kimi, illüziyalara, miraj, qapılıb getmək olmaz. Özdə eşşək boyda adamlar, belə yerdə deyirlər, eşşək boyda böyüyüb, qoduq boyda ağlı yoxdur. Yəni 30 yaşı keçdinsə, sənin müəyyən bir bazan olmalıdır ki, insanlarla ünsiyyət, ilişki necə olmalıdır. Amma baxırsan 40, 50, 60 yaşlarındakı adamlar özlərini elə, yəni 70 yaşlılarda ya məəttəl qalırsan ki, insan necə olgunlaşmayıb və olgun ilişki, ünsiyyət axtarır və bu cür hələ üstəgəl virtualda sevgilər zad elan eləməklə sonra deyirlər ki, sevgi yoxdur, filan kəs məni bəyənmədi. Əzizim, kiməsə bəyənmək üçün əvvəl özünün özündən xoşun gəlməlidir. Özün özünü bəyənməlisən. Özün özünü bəyənəndə, özün özünü biləndə səndə elə bir enerji yaranır ki, sən insanları cəzb edirsən. Və bu zaman hər kəsi insanı olduğu yerə, olduğu insanın yanına aparsın deyirəm. Hər kəs xoşbəxt olsun deyirəm. Hər kəs öz tayını tapsın. Çünki insanlar xoşbəxt olanda onun bunun həyatına burun soxmurlar. Ona buna burun soxan, belə deyək, zəhərli enerji yağdıran insanlar özlərinin həyatı zəhərli olandır. Və bu da ondan irəli gəlir ki, özlərinə yaşamağı rəva görmürlər, bilmirlər yaşamağı, başqalarını da məcbur eləyirlər ki, yox, sən belə olma, mənim kimi ol. Amma dediyim kimi, əgər bir şeylər sən xoşbəxt edirsə və heç kəsə bu bədbəxtlik vermirsə, heç kəsin həyatına maneçilik törətmirsə, öz yolunu tut, davam et və pis insanlar dərs olacaqlar sənə, yaxşı insanlar isə sənin çiçəklənmənə, daha da gözəlləşmənə səbəb olacaq və yolumuz gözəl insanlara, gözəl qapılara çıxsın və hər kəs haqq etdiyini alsın diləyi ilə xoşça qalın deyirəm və tanımadığınız, bilmədiyiniz, realda görüşüb, hər hansı bir nələrisə paylaşmayıb, hələ nə olduğunu bilməyən bir insanlara virtualda səni sevirəm, səndən xoşum gəlir, sən belə sevgilər gözləməyin. Bir də yadınızda saxlayın, elə qadınlar var ki, onlara başqaların kişiləri lazım deyil. Onlara özlərinin, öz ruh arkadaşı lazımdır. Tanrının, Allahın onun üçün yaratdığı insan lazımdır. Və belə sevgilərin, belə cütlüklərin, belə xoşbəxtliklərin, belə birlikdəliklərin artması diləyi ilə bir daha xoşça qalın.